Daha sonra digər suala baxaq. 48-ci suala. Deməli, kalium və kalium hidritdən ibarət 138 qram qarışıq. X qram su əlavə etdikdə 3,5 mol kalium hidroksid əmələ gəlmişdir. Kalium üstəgəl H2O alınır. Kalium OH üstəgəl H2. Hər tərəfə 2 düşür. 1 mol ayırır hidrogeni. Kalium hidrit üstəgəl H2O alınır. Yəni kalium OH üstəgəl H2. Burada hidrogen 3'tür. Burada da 3'də əmsal düşmür. Burada da 1 moldur. Bu da 1 moldur. Bu da 1 moldur. Onları fərqli rənglə yazaq. 2, 2, 2, 1, 1, 1. İndi bizdə qarşılığımız 3,8-dir. Buranı x götürürəm. Buranı y götürürəm. Deməli, x plus y demək, bərabərə gətirsəydik daha rahat olardı bizim üçün. Bərabərə gətirək, bura 0,5 qoyaq, bura 1, bura 1, bura 1. Bəli, tənliyimiz fərqli alınmasın, ona görə bərabər saxlayaq. İndi bizdə deməli kalium OH, bunu mən x götürdüm, onda bu da x-dir, bu da y-dir. X plus y 3,5'dir. Bu qələbimizin mol sayıdır. İndi keçdik qrama. Kaliumun kütləsi 39x. Kalium hidridin kütləsi 40y. Bərabərdir 138-ə. Deməli, hər tərəfi 40-a vuraq. 40x üstəgəl 40y bərabərdir 3,5'i 40-a vuranda. Demək, 3,5'i vururuq 40-a, 140 eləyir, 140. Deməli, burada qaldı bizim x-imiz, y-lərimiz getdi, 140-dan 138'e çıxırıq, 2. X-imiz 2-dir. X-i 2 tapdıq, x-i 2 tapdıq. Üstə gəldik, y-imiz, onda bizim eləyir 1,5. Y-imiz də 1,5'dir, x-imiz də 2'dir. İndi mənə deyir ki, kalium hidroksidin kütlə payı 25% almışdı. X-i hesablayın. Yəni, əlavə ondan su istəyir bizdən. İndi baxaq, deməli, kaliumdan 2 dənə götürsək, bizə 2 dənə kalium OH verir. Burada kütləmiz eləyir 2 mol yazaq. Burada da 1,5'dir. 1 moldan 1 mol alırıqsa, 1,5'dən də elə 1,5 kalium OH. Bizim ümumi maddəmiz elədir. Deməli, 2 molda kalium OH burada var. Ümumi 3,5'i vururam 56'ya. Yazaq, 3,5 vur 56. Bu bizim elədir 196 qram maddəmiz. Yəni bizə 25% verən budur. 25% verən budur. İndi bizim sudan da kalium hidroksidin alınmasına da sərf olunubdur. İndi baxaq, əgər məhlulda bizim 25% 196 qram maddəmizə düşürsə, onun 75%-i də suya düşür. Gəlin, indi suyu tapaq. Onda ixtisar aparsaq 196-nı 3'ə vurarıq. 3'ə vurarıq, suyu taparıq. Deməli, vur 3'ə. Deməli, bizim suyumuz məhlulda hal-hazırda mövcud olan suyumuz 588'dir. Axı biz burada müəyyən qədər kaliumların da OH-ını çevirmək üçün sudan istifadə eləmişik. 2 mol kaliuma 2 mol su burada gedibdir. Yəni 36 qram burada sərf eləmişəm. 18 qram da yox, 1,5. 1,5 sərf eləyəndə onda 1,5 su da burada sərf olunubdur. Onda deməli 18'i 1,5'e vuranda 27 də buradadır. Deməli 27 bura sərf eləmişik, 36 da ora. Bunun üstünə bir dəfə 27 gəlirik, bir dəfə də 36 gəlirik. Deməli üstəgəl 27, üstəgəl 36, 651. Deməli 651 qram su götürmüşük ki,
onlardan hidroksid alaq və artıq qalandan məhlulda istifadə eləyək. Doğru variant Y variantıdır və çox maraqlı suallardan idi. 49-cu suala baxaq. 49-cu sualda məhlulumuzun kütləsini veribdir 200-dür. Duzumuzun kütləsi burada deməli x-dir, faizi də payı da y-dir. Onda y bərabərdir x böl 200 vur 100-ə. Bu zaman deməli ixtisar gedir. Deməli x bərabərdir 2y-ə. Daha sonra deyir müəyyən qədər duz əlavə etdikdən sonra məhlulumuzun duzun kütləsi 5x olubdur. Yəni 5 dəfə artıbdır. Kütlə payı da 2,5 dəfə artıbdır. Onda 2,5y bərabərdir 5y. 200 plus x var idi, 5x olub. 4x qədər maddə əlavə eləmişik. Deməli, bizim əlavə olunan maddəmiz 4x-dir. Bu bərabərliyi bərabər eləmək üçün mən bu hissəni vuraram 2,5-ə ki, bərabər olsun. Onda 2,5y belə eləyək. Demək, bunları bərabər eləməkdən ötürü bu hissəni 2,5-ə vurarıq. 2,5-ə vurub bura bərabər götürərik. Onda 2,5y bərabərdir x böl 200. Onsuz da hər tərəfdə 100 var deyə nəzərə almırsınız. Burada ixtisar gedəcək. Bərabərdir 5x böl 200 plus 4x-ə. Bunu sadələşdirsək, yuxarıda x-lər getdi. Burada qaldı, deməli, bu bərabərliyi vursaq, demək,